Hoş gəlmişsən. Bax, mən sənə demişdim, yanıma gələcəksən və gəldin də. İnanmırdın, inamsızlıq gətirirdin. Hələ bilirdin ki, mən səni şablon sözlərlə aldadacağam. Və həqiqətən də gördün ki, mənim dediyim baş verdi. Və mən sənə bir ekstrasens olaraq dəfələrlə deyirdim ki, cinlər insana musallat olursa, o insan təmizlənməklə qədər o cinlər insanlardan uzaqlaşmır. Və sənin oğlunda olan cin musallatı ilə bağlı biz dəfələrlə cadunu çıxartdıq. Ancaq sənə olunan cadu əməl, sən hər zaman deyirdin ki, mənim evladıma heç nə olmasın, mənə nəsə olsa belə eybi yox. Siz düz deyirsiniz. Mən şək elədim, bağışlayın məni. Dedim uşaqlarımdan çıxsın, mənə bir şey olmaz. Amma gecələr yata bilmirəm. Hər dəfə elə bir sinəmin üstündə nəsə oturur. Başa düşürsünüz, mənə kömək lazımdır. Ailəmə 2 dəfə kömək eləmişsiniz, xahiş edirəm, bu dəfə də kömək eləyin mənə. Mən neynim ki, bu əziyyətdən canımı qurtarsın, yorulmuş olan